Salam, xoş görürsünüz əziz hörmətli izləyicilər. 24 dəqiqəlik proqramımız 35 gün aradan sonra yenə də sizinlədir. Əziz izləyicilər, bu bir ay müddətində, yəni bir ay müddətindən artıq olan zaman kəsiyində təbii ki, ölkəmizdə koronavirusla mübarizə üçün karantin qaydaları tətbiq olmuşdur. Elə ondan öncə də sosial izolyasiya dönəmi idi, amma sosial izolyasiya dönəmində Kanal 13 olaraq fəaliyyətimizi davam etdirdik, amma karantin dönəmində müəyyən qədər studiya şəraitində fəaliyyətimizi məhdudlaşdırdıq. Amma bugündən etibarən biz proqramımıza başlayırıq. Təbii ki, ölkənin gündəm məsələləri sizə təqdim olunacaq. Əziz izləyicilər, son günlər ölkədə təbii ki, müxtəlif hadisələrin şahidi olmuşuq. Özəlliklə yeni bir işsizlər ordusunun meydana gəlməsi, 4 bankın bağlanması, pandemiyadan zərər çəkən insanlara dövlətin yardım ayırması məsələsinin gündəmə gəlməsi də eyni zamanda digər tərəfdən də 3000 insanın işsiz qalması biraz paradoksal səslənir. Ölkədə koronavirus ölkə iqtisadiyyatına, qlobal iqtisadiyyata nə kimi zərərlər vurdu? Hər halda bir daha qeyd etmək istəyirəm ki, bir ay müddətində mövzular daha çox qalıb və bütün bu məsələlərə aydınlıq gətirməkdən ötürü təbii ki, çalışacağıq aydınlıq gətirməyə. Real Partiyasının, Respublikası Alternativ Partiyasının icra katibi, icraçı katibi, iqtisadçı Natiq Cəfərdin bugünkü verilişimizə dəvət etmiş. Natiq bəy, xoş gördük. Xoş gördük, dəvətinizə görə təşəkkür edirəm. Sağ olun, uğurlar. İnşallah ki, inanırıq ki, tez müddətdə karantin dönəmində bitsin. Əlbəttə, karantin dönəminin bitməsi bu pandemiyanın qlobal miqyasda qarşısının alınması ilə bağlıdır, bir mənalı şəkildə. Yəni, bir ölkədən asılı məsələ deyil. Şübhəsiz, şübhəsiz. Amma Natiq bəy, mən ilk öncə istəyərdim ki, çünki hakimiyyət dəfələrlə son 2 ay ərzindəki açıqlamalarında sahibkarlara yardımla bağlı, ölkədə sahibkarlığın pandemiyadan zərər görməməsi ilə bağlı müxtəlif açıqlamalar verib. Digər tərəfdən də birdən-birə 4 bank bağlandı. Əgər etiraz etməsəz, o banklardan hazırlanmış süjetə tamaşa eləyək, sonra elə həmin mövzu ilə davam edək. Bu insanlar bir ay işlədikləri adi əmək haqqını almalılar. Mən bunu qoyuram qırağa, iş yerlərini itiriblər. Pandemiya dövründə konkret deyilmişdi ki, heç bir adam iş yerini itirə bilməz. Yaxşı, iş yerini itiriblər. Bu insanların qanuni əmək haqqını niyə vermirsiniz? Ne istəyirsiniz adamlardan? Bu adamlar hər biri evlərinə köy aparır. 700-dən çox Əmlak Bankının əməkdaşı var. Bir nəfəri vurun işə. Və maraqlı burasındadır ki, indiyə qədər Əmlak Bankın tarixində belə şey olmayıb. Nə maaş gecikib, nə o biri problemlər gecikib, heç bir şey olmayıb. Bu qədər insan haqlarını pozmaq olmaz. Bu qədər insanları tapdalamaq olmaz. İş yeri. İnsanlar işsiz qalıblar. İnsanlar işsiz, güçsüz qalıblar. İnsanlar bu günləri elə bir vəziyyətdədirlər ki, artıq bir parça çörəyə möhtaclar. Davam edir əziz izləyicilər. Proqramımızın qonağı Realın icra katibi Natiq Cəfərli. Bugün biz süjetdən də gördüyünüz kimi əsasən ölkənin pandemiyadan, yəni karantin dönəmində iqtisadi problemlərini sizinlə danışacağıq, yəni araşdıracağıq. Natiq bəy, elə həmin mövzudan davam edək. Niyə banklar bağlandı? Əslində, bankların bəziləri, bu 4 bankla bağlı, bəziləri ilə bağlı problemlər təqribən 2 il bundan öncədən başlanmışdı. Sadəcə, keçən ilin hətta sonunda banklardan biri, Atabank, məsələn, depozitləri də qaytara bilmirdi. Yəni, vətəndaşlar depozitlərini də geri ala bilmirdi. Maliyyə durumu ağırlaşmışdı kifayət qədər. Sadəcə 2018-2019-cu ildə atlası addımları hökumət siyasi səbəblərə görə atmadı. O zaman xatırlayırsınızsa, bank sektorunda yeni bir dirçəlmə qeydə alınırdı. Manatın məzənnəsi inzibati qaydada uzun zaman sabit saxlanılmışdı. Banklara yeni bir güvən yaranmağa başlamışdı. Manatla depozitləri artırdı məsələn, həmin dövrdə. Və nədənsə düşündülər, yəni Azərbaycan hökumətindən böyük problemi budur ki, iqtisadi məsələlərə də siyasi pəncərədən baxır və siyasi ritorikanın qurbanına çevirir iqtisadi məsələləri. O zaman sağlamlaşdırma addımları atmaqdansa 2018-də, 2019-da o zaman bankları xilas etmək olardı, birləşdirmək olardı, əlavə kapitallara çıxış imkanları yaratmaq olardı, Mərkəzi Bank kredit xətti aça bilərdi. Bunları etmədilər və problem çox böyük şişdi, həddindən artıq idarə olunmaz hala gəldi. Və zamanlama olaraq ən pis zamanda bu qərarı verdilər. Yəni, karantin dönəmində insanların zaten sosial-iqtisadi vəziyyətinin ağırlaşdığı bir dövrdə, işsizlik ordusunun artdığı bir dövrdə yeri gəlmişkən
mart ayının 1-nə rəsmi məlumata görə 90.700 işsiz var idi bizdə. Birdən-birə məlum oldu ki, 600.000-dən çox insan müraciət edir. 190 manatlar məsələsində 600.000-dən çox insan müraciət elədi. Hətta bəzi insanları müxtəlif səbəblərdən kənarda qoymağa məcbur qaldı. Yəni statistikaları gizlətməyin bu tərəflərdən. Əlbəttə. Yəni iqtisadiyyatın ən böyük problemlərindən biri odur ki, əlimizdə uzun illərdir siyasiləşmiş statistika var idi. Yəni hökumətin siyasi xəttinə uyğun idi rəqəmlər. Və bu doğrunu əks etdirmədiyinə görə, reallığı əks etdirmədiyinə görə statistik rəqəmlər ümumilikdə iqtisadiyyatın belə demək mümkünsə, diaqnozunu qoymaqda ən mühüm alətdir. Burada səhv varsa, deməli, diaqnoz səhv qoyulur. Diaqnoz səhv qoyulursa, müalicə səhv aparılır. Yəni, bunun fəsadlarını bugün yaşayırıq. Ona görə də o bankları vaxtında xilas etməkdənsə, çox gecikdirdilər məsələni. Bu da dediyim kimi, o zaman siyasi ritorikaya qurban getdi. Yəni, o zaman hər şey sabitdir, ölkə inkişaf edir, bank sektorunda sabitlik yaranıb, manat sabitdir. Bax, belə bir təbliğat qurulmuşdu 2018-19-cu illərdə və birdən-birə banklarla bağlı problemi etiraf eləsəydi Mərkəzi Bank və hökumət, bu hekayəni dağıda bilərdi. Dövlət tərəfindən bir yardım olunmadı təəssüf ki, bu pandemiya dövründə, bu karantin dönümündə. Yeganə nə güzəşt olundu ki, sentyabr ayına qədər vətəndaş da, kommersiya qurumlarda ödəyə bilməsələr, o ödəmə gecikmələrinə görə əlavə faiz tutulmasın və peniya hesablanmasın, dəbbə pulu belə deyə hesablanmasın. Çox yanlış qərardır əslində. Çox maraqlıdır sözün qüvvəti olaraq. Hakimiyyətin kanalları, yəni Rupor kanalları bunu böyük bir uğur kimi dəyərləndirirlər. Mən çox maraqlı gəldi mənə əslində. Baxın, 4 bank, Atabank, Əmrah Bank, Aqbank, yəni Azərqaz Sənaye Bankı, bir də bağlanan banklardan digəri, deməli, Atabank, Bank of Azərbaycan. Bunların hər birinin bağlılıqları haqqında da fikirləri var ki, müəyyən məmurlara bağlı olub. Yəqin bununla bağlı da sizin fikriniz var. Yəni, əslində tanış olmuşam. Amma məni maraqlandıran və təəccübləndirən Milli Bankın sədrinin bu banklarla bağlı açıqladığı mövqe oldu. Tamam, bu banklarda 3000 insanı da işsiz qoymuşsan. Pandemiya dönəmində buna getmək, siz demişkən, ötən illərin eyfariyasına qapılıb bu il bu vəziyyətdə etmək gerçəkdən ağla sığmazdı. Amma bir də orada hansısa sahibkarların böyük məbləğdə pulları batıb qalır. Onunla bağlı yalnız Milli Bankın sədri təəssüf edirəm deyə bunun üzərindən keçirsə, bu absurddur. Əlbəttə, əlbəttə. Biz burada ən absurdu nədir? Yəni, çox təəccüblə qarşıladım mən o bəyanatı. Əslində, Mərkəzi Bankın bir regulyator funksiyası var, tənzimləmə funksiyası var. Və biz Azərbaycan vətəndaşları, iş adamı olsun, fərqi yoxdur, sadə vətəndaş olsun, məhz dövlətə güvənərək, dövlətin Mərkəzi Bankının tənzimləmə funksiyalarına güvənərək Azərbaycan banklarında hesab açırıq, əməliyyatlar edirik, depozit qoyuruq və yaxud da kredit götürürük. Yəni, Mərkəzi Bank tək mənəvi yox, hüquqi cəhətdən də regulyator kimi, tənzimləyici orqan kimi o banklarda yaranmış vəziyyətə cavabdehdir. Ümumi nəzarət. Yəni, ümumi nəzarəti o funksiyanı o yerinə yetirir də. Bu təəssüflə, özdə çox belə qəribə bir açıqlama idi ki, heç kim o iş adamlarına deməyib ki, o bankları seçsin, daha yaxşı banklar seçərdilər. Yaxşı, sən onda Mərkəzi Bankın rəhbəri kimi 1 il bundan qabaq, 2 il bundan qabaq problemlər yaranarkən xəbərdarlıq etməliydin, tənzimləyici orqan kimi çıxış etməliydin və deməliydin ki, banklarda problemlər var və bu bankların xilas yollarını tənzimləyici orqan kimi təqdim etməliydin və xəbərdarlıq etməliydin vətəndaşlara da, iş adamlarına da. Və bu sənin borcundur. Yəni, Mərkəzi Bank olaraq qanunvericilikdən irəli gələn borcundur. Yəni, dünyanın heç bir yerində belə yanaşma yoxdur ki, Mərkəzi Bankın rəhbəri çıxsın desin ki, şimdi təəssüf edirəm də, özünüz bilərsiniz, batıb. Belə olmur, mümkün deyil. Ya depozitlər və yaxud da hər hansı bir maliyyə əməliyyatları kənarda sığortalanır, dünyada praktika budur, ya da Mərkəzi Bank tərəfindən sığortalanır. Yəni, Mərkəzi Bank öz inzibati orqan olaraq, regulyator olaraq bunu tənzimləyici funksiyasını yerinə yetirir. Və çox təəssüf ki, belə bir açıqlamadan sonra məlum olur ki, nədir məqsəd? Mən sizə onu da deyim, kiçik. Depozit portfeli bu banklarda, 4 bankda təqribən 800 milyon manatdır. Yəni, vətəndaşların depozitləri. 300 var, 200 milyon. Bəli, bu 4 bankın cəmində. Və bunlarda depozit əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanıb. Problem odur ki, bu fondda pul yoxdur.
Yəni əmanətlərin sığortalanması fondunda pul yoxdur. Üzr istəyirəm Natiq bəy. Əmanətlərin sığortalanması üçün bir limit də var idi. Səhv etmirəmsə 10.000 manata qədər əmanətlər Yox, artıq o limiti götürdülər. Götürdülər, prezidentin fərmanı da oldu yeri gəlmişkən və hər dəfə də uzadılırdı. Yəni martın 4-də vaxt bitmişdi, bu yaxınlarda yenə uzatdılar həmin prezident fərmanı ilə. Problem başqadır. Problem odur ki, bank standart bağlananda bundan öncə ən böyük bağlanan banklardan biri, bəlkə birincisi o idi. O vaxt təqribən 470-480 milyon manata yaxın depozit var idi bir bankda, tək bir bank standartda. Söhbət fiziki şəxslərdən gedir. Orada da yeri gəlmişkən hüquqi şəxslərin pulları batıb, hələ də ala bilmirlər. Yəni fiziki şəxslərin pulunu qaytarmaq üçün Mərkəzi Bank əmanətlərin sığortalanması fonduna 500 milyon kredit verdi. Adını kredit qoydu, amma faktiki o batan puldur da. Əmanətlərin sığortası fondunun nə vaxt pul qazanacaq ki, o 500 milyonu qaytarsın? Mümkün deyil. İndi də 800 milyon verməlidir ki, bu depozitlərin heç olmasa hissə qaytarılmasına bir sığorta fondu başlasın. Amma hüquqi şəxslərin böyük vəsaiti olduğu üçün həmin bu 4 bankda onu üstlənmək istəmir. Mərkəzi Bank onu üstlənmək istəmir. Bunun həm iqtisadi səbəbi var, həm siyasi. Yəni fiziki şəxslər olsaydı, əhali olsaydı... Əhalidən biraz çəkinirlər ki, insanlar etiraz eləyəcək, çıxacaq bankların qabağına, kütləvli olacaq və öz əmanətlərini geri istəyəcəklər. Mən yeri gəlmişkən əmanətlərlə bağlı doğrudan da probleminin yaşanacağını düşünmürəm. Verəcəklər 800 milyonu hissə bu ilin sonuna qədər yəqin ki... 800 milyonun müəyyən hissəsi əhalinin də... Yox, məhz depozitdə olan fiziki şəxslərin pulu 800 milyon. İndi hüquqi şəxslər ümumi amma 1,2 milyarddır. Deməli, təqribən 400 milyona da burada... 3-2-si fiziki şəxslər, hüquqi şəxslərindir, yəni şirkətlərin var. Bunlar nə düşünür? Çox primitiv düşüncə tərzidir. Bunlar düşünürlər ki, Azərbaycanda zaten müstəqil biznes yoxdur. Yoxdur da, hamısı kiməsə bağlıdır. Və hansısa bir şirkətin orada 5 milyonu, 3 milyonu batsa, onun yiyəsi, onun üstündə duran, ona belə arxa duran məmur deyəcək ki, səs-küy salma da, 2 milyon, 1 milyon, 500 min nə puldur ki, sən ondan ötürü problem yaradırsan. Bəlkə də çağırıb onunla fərdə qaydalar. Ola bilər, bank standartda geri gəlmişkən belə presidentlər olmuşdur. Və bunlar yəqin ki, buna görə eləyirlər. Tamam, ola bilər ki, bəli, məmurlara bağlı biznes var, özünüz bilərsiniz, necə deyərlər, necə həll edəcəksiniz. Amma orada kiçik və orta sahibkarlar da var axı. Doğru. 20 min, 30 min, 50 min böyük puldur bunlar üçün. Həmin o kiçik və orta sahibkarların vəsaitinin qaytarılması, heç olmasa 50 minə qədər bir limit qoyalardı, 50 minə qədər bütün vəsaitlər qaytarılardı kiçik orta sahibkar. İri sahibkarlarla özünüz bilərsiniz. Zaten ölkəni bir mərkəzdən və bir insarcı qurum kimi idarə eləmisiniz də, böyük biznesin hamısı böyük məmurlara bağlıdır. Onlarla özünüz bilərsiniz. Amma kiçik və orta sahibkarların pulunu qaytarılmaması çox böyük səhvdir və Mərkəzi Bankın bu açıqlaması biabırçılıqdır. Çox maraqlıdır ki, Natiq bəy, öncə sahibkarlar dünyanın hər yerində, mən məsələn izləyirəm, beynəlxalq səviyyədə də sahibkarlara olan münasibəti, sahibkarlarla bağlı çox həssasdır dünyada yanaşma. 12 trilyonluq böyük bir paket var dünya ölkələri tərəfindən. İndi maraqlıdır, pandemiya ilə bağlı çalışırlar ki, sahibkarlıq çökməsin. Azərbaycanda da bununla bağlı çağırışlar var. Amma pandemiya məsələsi, bu koronavirus məsələsi qalxan kimi, yəni ölkə prezidentinin 1 illik maaşını koronavirusla mübarizə fonduna köçürəndən dərhal sonra sanki bir sel yarandı. Əvvəl də sahibkarlardan bir yardım kampaniyasına başlandı. Mənə elə gəlir ki, bəlkə də subyektiv fikrimdir bu təbii ki, sanki hökumət bu pandemiyanın yarada biləcəyi problemlərdən qaçmaqdan ötürü məsələni bir yardım kampaniyalarına bağlamaq istəyir. Yəni fərdi kampaniyalara yönəltmək. Siz necə düşünürsünüz? Əslində dayanışma olaraq, yəni fond olaraq, bir könüllü şəkildə iyanələr olaraq, ideya olaraq yaxşı ideyadır. Dünyanın çox yerində var. Türkiyədə də məsələn belə bir kampaniya var. Artıq 2 milyard liraya yaxın vəsait toplanılıb. İspaniyada məsələn futbolçular və idmançıların böyük bir yardım kampaniyasına başladılar. Niyyət məsələsi. Onu deyirəm. Problem odur ki, məsələn bu 4 bank bağlanıb. Maliyyə vəziyyəti ağır idi də bilirdik. Bu 4 bank da həmin fonda pul köçürdü. Bağlanmamışdan bir neçə həftə öncə də pul köçürdü. Yəni bunu əgər öhdəlik kimi qoyursansa, bu effektiv deyil. Bu könüllülük prinsipi olmalı idi. Yəni insanlarla 10 manat verən olsun, 50 manat verən olsun, könüllü şəkildə bu işi görürlərsə lap yaxşı. Necə ki dünyada biz bunu görürük və çox yaxşıdır. Mən Azərbaycanda bu olmasın demirəm. Əksinə dayanışma olaraq, xalq olaraq, millət olaraq bir-birimizə kömək, dəstək kimi bu bir yaxşı bir təşəbbüsdür.
Amma çox təəssüf ki, Azərbaycanda bütün yaxşı təşəbbüslər də pis icra olunur. Doğru. Və yaxşı təşəbbüsün pis icra olunmasının nəticəsi olaraq da bu qıcıq yaratdı. Şirkətlərin zənglərlə pul köçürməyə qədər belə bir də bir yarışa girdilər. Sanki prezidentin xoşuna gəlməyə çalışırdı hamı ki, mən də pul keçirdim. Amma prezident deməmişdi ki, zorla keçirdin də, öz maaşını keçirtmişdi. İş adamı da məsələn bankın sədri. Niyə bankın pulunu keçirdirsən? Yaxşı, təşəbbüs yaxşıdır. Buna qoşulmaq istəyirsən öz maaşından, özvə gələn dividenddən 3 aylıq, 5 aylıq, nə bilim 6 aylıq nə qədər sizə keçid birlik fondu. maaşın köçürülməsi özü də ağla batan deyil. Yəni Əlbəttə bir il verdisə nə ilə dolanacaq? Nə ilə dolanmalısan əslində? Amma dividendini verə bilər, gəlirini verə bilər. Yəni bu şəxsi olsaydı daha belə rasional olardı. Hətta mən arada girib baxıram o pul köçürdənlərə. Mənə çox məsələn ləzzət eləyir ki, sadə vətəndaşlar var ki, 10 manat götürdür, 5 manat götürdür, 20 manat Daha götürdür. səmimi Bu həm səmimidir, həm də doğrudan da dayanışma, xalqın, millətin bir-birinə yardımlaşma prinsipinə, fəlsəfəsinə uyğundur. Mən ona görə deyirəm ki, bax çox absurddur ki, 4 bank bağlanmamışdan bir növ maliyyə vəziyyəti bilirsiniz ki, ağırdır. Və hətta o fonda pul köçürmək istəsə belə, Mərkəzi Bankdan və yaxud da hökumətdən onlara xəbərdarlıq gəlməli idi ki, ya bilirik də sizin vəziyyətiniz çox pisdir, niyə keçirirsiniz? Kimi reklam edirsiniz? Doğru. Yəni bax belə yanaşma doğru deyil, amma ideyanın özü yaxşıdır. Bank məsələsini yekunlaşdıraq. Nə gözlənilir? 4 bankın əmanətçiləri də yəqin ki, bizi izləyəcəklər. Onlara nə proqnoz verə bilər? Əmanətlərlə bağlı ciddi problemin olacağını düşünmürəm, amma gecikmələr olacaq. Ciddi çünki pul yoxdur. Əslində bu əmanətlərin sığortalanması fondunda pul yoxdur. Elə axırıncı dəfə bank standarta borcla, Mərkəzi Bankın verdiyi pulla qaytardılar. Amma bu zaman alacaq. Ən azından bu ilin sonuna qədər uzanacaq. Əslində tez olmalıdır. Ən yaxşı, ən pis halda 3 aya ödənilməlidir. Amma düşünmürəm ki, 3 aya çatdıra bilər. Əvvəlki banklar, məsələn, mənim yadımdadır, Parabank dərhal ödədi. Yəni, əmanətçilər. Çünki o vaxt ilk bağlanan banklar olanda əmanətlərin sığortalanması fondunda kifayət qədər vəsait var idi. Amma bu iki devalvasiyadan sonra ard-ardına 10 bank bağlandı. Ən böyük də bank standart idi. Və bundan sonra o fondda vəsait tükəndi. Aydındır. Və indi də yəqin ki, ilin sonuna qədər əmanətçilər alacaq. O öz vəsaitlərini alacaq. Natil bəy, bankları saxlamaq olardı mı bu azıcıq şəraitdə? Əslində, yəni çürük banklar, yəni pis vəziyyətdə olan bankların maliyyə bazarından təbii olaraq çəkilməsi normaldır. Təbii olaraq. Bəli, mən rəqabətli mühitdən Amma bunlar iflas elan eləməyiblər. İkisi lisenziyası əlindən aldı, iflas proseduru başlandı. Digər ikisi ilə də bağlı bu may ayının sonunda 28-i ya 29-u qərar veriləcək. İndi gözləyək görək necə olacaq. Əslində bütün bankları xilas eləmək olar da. O Amerika Lehman Brothers kimi bankı xilas elədi. 370 milyard dollar borcu var idi. Yəni bütün bankları xilas eləmək olar. Sadəcə bu niyyətdən asılıdır. Aydın. Bizdə həm də xilas olmağın o birləşmə yolu niyə alınmır? Məsələn, xaricdə görürük də zəif banklar olanda iri banklar onları udur, birləşdirir və normal dizayn edir. Bizdə problem odur ki, bankların hər birinin səhmdarları obrazca bir-birindən yola getmir. Yəni əsas sahibləri bir-birindən yola getmir. Həm də banklar birləşəndə tək aktivləri birləşdirmirlər axı. Borclar da, passivlər də birləşdirilməlidir və kağız üzərində olmayan öhdəliklər də birləşir. Və o öhdəlikləri heç kim özlərinə götürməmək üçün bizdə bank mədəniyyəti yoxdur. Yəni bankların birləşmə mədəniyyəti yoxdur. Təəssüf. Natil bəy, təxminən 5 dəqiqəlik zamanımız qalıb. Mən istəyərdim ki, neftin qiymətinin ucuzlaşması bu artıq qlobal problemdir. Yəni biz 150 dollara satdığımız nefti bugün dünya bazarında 24 dollar idi Azərlight satmaq məcburiyyətindəyik. Bu qlobal məsələdir. Bu İran üçün də var, Səudiyyə Ərəbistanı üçün də, Rusiya üçün də və digər OPEC ölkələri üçün də. Proses nəyə doğru gedir? Mən istəyərdim ki, tək məhsullu ölkəyə çevirdik. Çox təəssüf ki, bunu mən ürək ağrısı ilə deyirəm ki, bu son 20 ildə bununla bağlı ancaq neft, bu da neftin sonu. Bunu təkcə mən demirəm, İranda da əhali və iqtisadçılar bunu deyir. Bu qlobal pandemiyadan dünya iqtisadiyyatı hələ ki, mən təxminən hesablayıram ki, hər ölkə bir 10% iqtisadi zərərlə çıxır. 7 var, 8 var, 10, 12 civarında var. Həm bir senaryoda hətta 15% ola bilər. 15% də ola bilər, amma Azərbaycanda həm də neftinin qiyməti düşdü. Mənə elə gəlir ki, ən böyük zərbə dəyən ölkələrin iqtisadiyyatına Azərbaycan olacaq. Nəyə doğru gedir bu proses? Bunu istəyərdim sizdən. Qlobal bazarlarda əgər başlasaq prosesi incələməyə, neftin qiymətinin düşməsinin pandemiyanın böyük təsiri olub təbii ki. Amma pandemiya olmasaydı da belə, mart ayının 6-sında OPEC-Rusiya anlaşması bitəcəkdi və heç bir ölkə bunu uzatmaq istəmirdi. Hələ bəhanə axtarırdı ki, uzatmasın.
Çünki artıq neft erasının sona çatdığı hamıya aydın idi və Amerika Slants neftinin artıq dünya bazarında hegemonluq olmasına doğru gedirdi dünya. Yəni indiki pandemiya olmasa belə neftin qiyməti 40 dollardan aşağı olacaqdı. İndi bu təqribən 15-20 dollarlıq ucuzlaşma, təqribən 15 dollarlıq ucuzlaşma məhz pandemiya ilə əlaqədardır. Çünki dünya iqtisadiyyatı durma nöqtəsinə gəlir. Bugün dünyada təqribən 98 milyon barel neft hasil olunur hər gün. Amma istehlak 70 milyondan aşağı düşür. Yəni hər gün 28, 25, 28, 30, bəli, bu depolanmalıdır. O 30 milyon barelə yaxın neft artıq qalır. İndi ümid ona idi ki, Çin yavaş-yavaş özünə gələcək, iqtisadiyyatı artacaq və neft istehlakı artdıqca yavaş-yavaş bazar tənzimlənəcək. Problem də budur ki, Çində yaşanan problem də ondan ibarətdir ki, Çin istehsal edib kimə satacaq? Dünya qapalıdırsa, karantin rejimi bütün 4 milyard, bəli, istehlak vərdişləri dəyişibsə, yəni bu dəqiqə insanların pulu olan insanın belə dünyada istehlak vərdişi dəyişib. Yəni nəftdən, əlindəki olan nəft pulu xərcləmək istəmir. Ancaq düşünür ki, buna yemək ala bilər, buna dərman ala bilər, bunun sağlamlıq problemləri ola bilər. Yəni heç kim aşırı istehlak haqqında düşünmür. Və bunun nəticəsi olaraq da neft qiymətləri çox kəskin şəkildə ucuzlaşdı. Və hər şey dünyada iqtisadi artımın və yaxud da iqtisadi proseslərin nə vaxt düzələcəyinə doğru gedir. Ondan asılı olacaq neft qiymətləri. Amma artıq hamıya da aydındır ki, 40 dollara hətta qalxsa bu ilin sonuna bu çox yaxşı göstərici olar. Yeri gəlmişkən Natiq bəy, bizim neftin maya dəyəri 17 dollar. Təqribən 16-17 dollardır, bəli. Yəni 40 dollara qalxsa bu çox böyük uğur sayılacaq. Amma mən düşünürəm ki, bu il neft qiymətlərinin çox aşağı dövründən başqa gələn ilə də təsir edəcək. Burada çox maraqlı bir nüans var. Maraqlı nüans odur ki, bugün artıq ucuz neft dövründə bir çox ölkələr və şirkətlər neftarima zavodları depoladılar ucuz nefti. Yəni 20 dollardan, 15 dollardan, hətta 17 dollardan, 16 dollardan neft depolanıb bu dəqiqə. Demək olar ki, dünyada ehtiyat o rezervlərin 83-85%-nə yaxın artıq dolub. Və bu ayın sonuna qədər də tamamı dolmaq üzrə olacaq. Yəni bu ucuz depolanmış neft bir müddət neftin yuxarı qiymətə qalxmasına imkan verməyəcək. Çünki hamı ucuz aldığından xərcləməyə başlayacaq. Bəli. Həm də ki, mən neftarima zavoduyam, mənə neft lazımdır. Bazarda görsəm ki, 35-40 dollardır. Almayacam. Öz depomdan, bəli, onları boşaltman, ondan istifadə edəcəm. Yəni, sözümün canı odur ki, gələn ildə hətta, gələn ilin ilk yarısına qədər neftin qiymətlərinin ucuz olması ehtimalı çox yuxarıdır, həddindən artıq yuxarıdır. Beynəlxalq Valyuta Fondu bu il dünya iqtisadiyyatının 9%-ə qədər daralmasını gözləyir. Bu çox böyük rəqəmdir. Bu indiki dünya ödəyimini götürsək, təqribən 8 trilyon dollar deməkdir də, çox böyük rəqəmdir. Yəni ona görə də neftin qiymətlərinin uzun zaman aşağı olması ehtimalını nəzərə alaraq Azərbaycan hökuməti buna hazırlaşmalıdır. Yəni həyəcan təbili kifayət qədər. Əlbəttə, çoxdan çalınır. Hətta 2015-ci ildə xatırlayıram, o vaxt prezident çıxışlarının birində bir dəfə də demişdi ki, nefti unudaq. Amma indi yenə təkrar elədi ki, nefti unudaq. Nefti unutmaq üçün başqa bəli, 2015-də unutsaydıq, heç olmasa müəyyən məsələlərdə irəli getsəydik, bugün belə ağır duruma düşməz. Rentabilsiz pamıq əkdik. Əlbəttə, yəni çox ciddi səhvlər oldu. Yəni həm siyasi, həm iqtisadi səhvlər oldu və onun nəticəsində bugün Azərbaycan iqtisadiyyatı ciddi şəkildə daralmaya doğru gedir. Çox təəssüf ki, və Azərbaycan manatına da baskılar getdikcə artacaq. Mən düşünürəm ki, devalvasiya qaçılmazdır. Mən düşünürəm ki, bu siyasi qərar olacaq da. Mən yəni iqtisadçılardan bunu soruşanda biraz mən şəxsən bilmirəm nə cavab. Hədd var da hər halda. Əlbəttə, yəni söhbət ondan gedir ki, Azərbaycanda məzənnə siyasi qərarla dəyişir, inzibati tənzimlənir və qərar nə olacaqsa inzibati qərar olacaq. Bizdə məzənnə rejimi bazar tənzimləmir. Ona görə indiki durum 1 ay, 2 ay sürdürülə bilirdi. Bəli, 2 ay, 3 ay hətta saxlamaq olar. Amma sonradan indiki vəziyyətdə manatın məzənnəsini saxlamağın həm mənası qalmayacaq, həm də lüzumluluğu qalmayacaq. Çox təşəkkürlər Natiq bəy. Təəssüf ki, əziz izləyicilər, biz nikbin notlarla bitirə bilmirik verilişi. Çünki görünən tablo budur, mənzərə budur. Bugün biz bağlanan banklardan danışdıq. Ölkədə neftin qiymətinin ucuzlaşmasından sonra yarana biləcək problemlər və təbii ki, devalvasiya ehtimalları. Çalışdıq ki, gələcək mənzərəni, gələcək palitranı, ölkənin iqtisadi palitrasını ortaya qoyaq və qonağımız iqtisadçı Real Partiyasının katibi Natiq Cəfərli idi. Sağ olun, sağ olun. Təşəkkürlər.